Magazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin sponsoru Tural Avtoservis 023. Pişiyinə elçi gedən, nəvəsini övladlığa götürən, zavodda fəhlə işləyən hər kəsin tanıdığı məşhur aktrisa kimdir? Tural ustanın etirafları sizi mat qoyacaq. 1500 manata qədər ziyandayım. Bütün bu sualların cevabı birazdan Magazin Plus'ta. Avtomobil bazarında nə baş verir? Avtomobillərin qiymətlərinin qalxmağı və düşməsi nə ilə bağlıdır? Avtomobil almaq istəyənlər ekrana yaxın əyləşin. Tural Avtoservis 023-ün rəhbəri Tural Ustadan şok etiraflar gələcək. Əlbəttə ki, keyfiyyət. Tural Usta, xoş gördük sizi. Bugün bazarda olan avtomobillər əvvəlki illərlə müqayisədə avtomobillərdə nə dəyişib? Bugünkü gündə Azərbaycan bazarında yox, ümumi dünya bazarında deyərəm ki, artıq avtomobillərin böyük bir rol oynayan Çin avtomobilləridir. Bəli, və Azərbaycan biz öz bazarımızdan danışsaq, ikinci əl köhnə nəsil olan avtomobillər və daha üçüncü nəsil olan avtomobillər var ki, onların qiymətləri ölüb aşağıdır qiymət baxımından və yeni olacaq son 2025-2026 model olan avtomobillər artıq birinci yerdədir. Həm qiymət baxımından, həm keyfiyyət baxımından, həm komfort baxımından. İkinci əl maşın alanda ən çox edilən səhv, yanlış nədir? Tanınmış bir servizlərə, mükəmməl işini peşəkar bacaran ustalara müraciət eləmədiyi şəkildə avtomobil alırsınızsa, avtomobildə əlbəttə ki, uduzacaqsınız. Bugün elə bir hadisə baş verib, səhər siz efirə gəlməmişdən öncə. Bir rayonumuzdan bizə yaxınlaşan olub, Xırdalandan avtomobil alıblar. Salon sahibi tərəfindən öz ustasının yanına göndərilib ki, gedin siz maşını yoxlatdırın. Deməli, salon sahibi, avtomobilçi kim satırsa ki, biz burada avtomobil satırıq müştərilərə və göndərdiyi usta kimin yanına göndəribsə, o usta ilə əlbirdirlər. Göndərib ora avtomobil yoxlanılıb, deyilib ki, heç bir problem yoxdur, sürün. 1-2 gündən sonra gələrsiniz, yenidən təkrar baxış keçirilərik. 1-2 gündən sonra yenə də olaraq avtomobildə hər hansı bir problem yaranıb, bizim servisimizə müraciət olunub və maşın sahibi deyir ki, indi zəng vurur ki, qardaş maşında problem çıxdı, 2 gün sürdüm. Maşın satan deyir ki, mən sənə demişdim, apardın ustaya yoxlatdın. Biz deyik, burada artıq bir problem yoxdur. Kimdə hansı usta servis yoxlayıbsa, o da deyir ki, gec gəlmişdin, mən demişdim ki, 2 gün yox, 2 saat sür və yaxud 1 gün sür. Artıq bir-birlərini üstünə atırlar, aldanmış yenə də burada maşın alıcı olur. Ciddi problemlər olur, 1500 manata qədər ziyandayıb. Hal-hazırda bu dəqiqə servisimizə xidmət göstərilir. Servisə bu günləri, mən bilirəm ki, Tural Avtoservis 023 bu günləri ölkəyə tanınan, sevilən mərkəzlərdən biridir. Ona görə ki, orada peşəkarlar, sizin kimi peşəkarın rəhbərliyi ilə elə peşəkarlar çalışırlar. Servisə bugün hansı narahatlıqlarla, avtomobildə olan hansı problemlərlə bağlı müraciətlər olunur? Servisimizdə ən çox və daha çox bu yağışlı havada Azərbaycanda yaranmış hava şəraiti ilə bağlı, gözlənilməz şəraitlə bağlı olaraq yaranan problemlərdən sonra Çin avtomobillərinin böyük bir axınışı oldur, deyərəm ki, sizə. Və onun da ki, olmaz səbəbi o idi ki, avtomobillər yeni olaraq Azərbaycana daşınmaya başlamışdır. Müştərilərin, avtomobil sahiblərinin düzgün şəkildə avtomobili xidmət göstərməməyə, riayət eləməməyindən irəli gəlmişdir. Ümumiyyətlə, avtomobilə gündəlik, həftəlik, aylıq necə düzgün qulluq olunmalıdır? Avtomobildə həftəlik, günlük, aylıq yox. Mən deyərdim ki, probegə əsasən olaraq verilmiş probeglə avtomobilə düzgün qulluq olunmalıdır. Misal üçün, avtomobil sahibləri var ki, avtomobilin adi yağ dəyişilməyin zaman belə zənd edirlər ki, mən o yağı 5000, 10000 kilometr verilmiş müəyyən bir probegdə sürməmişəm, onu illərlə orada saxlaya bilərəm. Xeyr, artıq o qutundan açıldısa, onun 6 ay saxlama istismar müddəti var. Ağzı açıldısa, artıq 6 aydan sonra o dəyişilməlidir. Amma bəzi insanlar var ki, burada olmurlar, işi ilə əlaqədar olaraq yağı dəyişirlər, qaraja qoyurlar, gedirlər xaricə, bir ildən sonra gəlirlər. Maşını xodlayanda, maşın təzə yağını dəyişib getmişdim, xodladım avtomobildə, daxili yanmada hər hansısa bir problemlər yaranıb. Amma oracan bilmirlər ki, onun istismar müddəti var, bu 6 aydır.
Ona görə vaxtında verilən probeqa əsasən siz avtomobilə düzgün şəkildə qulluq göstərməlisiniz. Tək yağdır mı? Yəni su, filtr falan. Belə su, yəni təkcə yağdan getmir söhbət, onu soyuducu mayedən gedir və bütün olacaq ehtiyat hissələrindən, filtrlərindən, mühərrikdə tamam işləməsində olacaq, yaranacaq problemlərin aslında olaraq birinci növbədə olaraq onlara düzgün yanaşmamadan gedir söhbət. Onların hamısına vaxtında riayət etsəz, pis avtomobil yoxdur, pis sürücü var. Bəli. Maşının yürüyüşü çox vaxtı alıcının aldandığı ən böyük reallıq. Maşının yürüyüşü. Ümumiyyətlə burada aldatmaq riskləri çox olur. Bunu necə edirlər? Bir avtomobildə onun aldanma ikinci əldən gedir söhbət. İkinci, üçüncü əllərdən gedir ki, söhbət ən çox da dizel olan avtomobillərdə bu cür müşahidəni yaşamaq olur ki, o maşınlarda alqı-satqı zamanı probeqin, yəni getmiş kilometrajın geriyə çəkilməsi baş verir. O da hardasa 50, 100, 150 min civarında da şahid olmuşuq. Dəfələrlə də bizim sosial platforma üzərində bu cür çıxışlarımız, çəkilişlərimiz olubdur. Bunu dizel avtomobillərdə tapmaq avtodiagnostika vasitəsilə daha rahat olur. Bir neçə yerdən tapmaq olur onu. Sadəcə filtrdən olur, ABS sistemindən olur, avtomobilin öz mühərrikindən, daxili yanmadan yoxlamaq olur. Benzin avtomobillərində bir o qədər rahat olmur, amma ancaq onu siz professional olan ustalar və servislər tərəfindən avtomobilin daxilində və xaricində olacaq xidmət necə baxılıbsa o halında bilmək olar ki, bu avtomobil təxminən olaraq 100-150 min kilometr arası gedib və yaxud getməyib. Biz də seçəndə düzgün seçim edirik. Elə ARB televiziyasında yayımlanan Mağazin Plus verilişinin sponsoru olan Tural Avtoservis 023-ün rəhbəri Tural Usta ilə söhbət edirik. Tural Usta, Bəli. Qadın və kişi sürücülərimiz var. Sizcə hansı maşına daha yaxşı baxır, daha baxımlıdır, maşın daha az servisə gəlir? Xanımların xətrinə dəyməz yəqin ki, buradan. Elə sizin də avtomobiliniz var, bizim servis olub. Bəli. Bəylər, daha düzgün və doğru seçim, düzgün xidmət göstərən, avtomobilin üzərində deyim ki, sizə hər şey narahat olan bəylərdir. Belə deyim ki, sizə xanım yol gedəndə, avtomobildə hər hansısa bir səs gəlirsə, magnetofonun xodunu artırır ki, səs eşitməyir. Bəli, elə eləyirik. Həqiqətən elə eləyirik. Mən deyərdim ki, elədir. Biraz magnetofona musiqiyə səs verirsiniz ki, səs eşidilməsin. Sonra bəylər, xanım bəylərinə müraciət edir, olmayan özləri getirirlər. Artıq əvvəlki kimi deyil, dövrdəki kimi deyil. Bugünkü gündə deyərəm ki, ölkənin 40%, bəlkə 50%-ində bəlkə xanımlar təşkil edir sürücü olaraq, amma servislərə 30-40%, mənim 60% kişi müştərilərimiz varsa, bəylərdirsə, 30-40% xanımlardır. Ümumiyyətlə, bugün cəmiyyətimiz olaraq biz hansı növ maşına üstünlük veririk? Sedana, cip, yaxud crossover? Mən deyərdim ki, bugünkü gündə Azərbaycan yollarına uyğun olaraq, maşallah olsun, çiçəklənən Azərbaycanımızda bu maşınların üçü də qənaətə bəxşdir. Siz bu maşınların üçündən də tam şəkildə sürə bilərsiniz, idarə edə bilərsiniz. Və rayon tipli yerlər var ki, dağlarda rayon tipli yerlər var. Onlar ən çox tip olan hündür, altı hündür olan maşınlara üstünlük verirlər. Amma şəhərimizin mərkəzində, maşallah olsun, Bakı şəhərində elə bir səviyyədə avtomobillər var ki, yəni yolla avtomobilin arası 2 barmaq, 3 barmaqdır. Şüşə kimi yoldur, onlardan da sürürlər. Yəni Bakı şəhərində ürəyin istəyən ən bahalı maşına da rast gələ bilərsiniz. Azərbaycanda ürəyini istəyən orta təbəqədə maşınlara da rast gəlmək olur. Mən deyərdim, onlar zövqə uyğun olaraq bir seçimdir. Yəni, peşəkar kimi deyirsiniz, hər üçü uyğundur, hər üçünü sürmək olar, hər üçünü idarə etmək olar. Sadəcə olaraq zövqə. Qaldı sizin zövqünüzə. Çox sağ olun, çox gözəl açıqlamalar oldu. Dəvətiniz üçün təşəkkür edirəm. Mənim bir insanlıq borcumdur. Hər zaman sizin suallarınızı cavablandırmağa hazıram. Çox təşəkkür edirəm. Qeyd edeyim ki, bu günləri avtomobili olanlar, avtomobil almaq istəyənlər və bu haqda heç bir məlumatı olmayıb, sadəcə maariflənmək istəyənlər bu rubrikanı qaçırmasınlar. Bugün mənim qonağım Tural Avtoservis 023-ün rəhbəri, eləcə də avtomobillər üzrə ekspert Tural Ustaydı. Sağ olun, salamat qalın. Ailə mülkü müsadirə olundu, uzun illər zirzəmidə yaşadı, zavodda fəhlə işlədi, nəvəsini övladlığa götürdü. Hə, bilirəm ki, hazırda şoka düşdünüz. Bu məşhurun kimliyini bilmək istəyirsinizsə, yaxın əyləşin.
Pişiyinə elçi gedən, nəvəsini övladlığa götürən aktrisa. Şok oldunuz. O məşhurun kimliyi maraqlıdırsa, yaxın əyləşin. Söhbət 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olan Cahangir Zeynalovun ailəsinin yeganə övladı, ailə mülkləri müsadirə olub uzun müddət zirzəmidə yaşayan Nəsibə Zeynalovadan gedir. Dünyaya göz açarkən, həkimlər onun ailəsinə ana və uşaqdan birinin seçməli olduqlarını desələr də, xoşbəxtlikdən hər ikisi Nəsibə xanımın özü və anası sağ qalır. Bir inanc var, köynəkdə doğulanlar şanslı və istedadlı olurlar. Bir görünüyor yok ki sana kız be. Hiç düzgün özüne bakmışsa. Az pazara çıkarıp uşaklar çıkarım kızı değişeceksin. O rahmetlikin de ruhu tadına. He? Çıktı ya. Gənc olarkən zavodda fəhlə işləyən aktrisanın gələcəyi elə zavodun öz fəaliyyət dərnəyində işləməyi ilə başlayır. Zamanla Azərbaycan səhnəsində parlayan xalq artistinin Qaynanada Cənnət xala, Ulduzda Züleyxa, Hicranda Qız bacı onun şahəsərləridir. Kinoda isə Ögey anada Fatma Nisə, Bəyin oğurlanmasında Nəsibə xala unudulmaz obrazlarıdır. Qaynana filmindəki Cənnət xalanın mətbəxdə zümzümə etdiyi bayatı Nəsibə xanım anası Hüsniyə xanımdan öyrənmişdi. Anası evdə kədərlənəndə həmişə o bayatını oxuyarmış. Bu ne oldu ben düştüm. Direziyem bu da beni kuleyler bu da beni. Direziyem bu da beni kuleyler bu da beni. Gör ne güne kalmışam beğenmir bu da ben balam bu da ben. Pişikləri çox sevən aktrisa öz pişiyi üçün qonşunun pişiyinə xonça ilə elçi getmiş, bütün adət-ənənələrə əməl edərək hərisini almışdı. Evində həmişə küçədən gətirdiyi pişikləri saxlayardı. Zamanla teatrda baş verən bəzi intriqalar və ona uyğun olmayan rolların təklif edilməsi aktrisanı incidir və o rəmzi bir gündə 10 mart 2004-cü ildə, yəni Milli Teatr günündə dünyasını dəyişir. Onun məzarı Fəxri Xiyabandadır. Allah rəhmət eləsin. Hər zaman olduğu kimi elə bu dəfə də Maqazin Plusun çəkilişində göstərdiyi dəstəyə görə Hollywood restoranına dərin təşəkkürümüzü bildiririk. Show biznesdə və mədəniyyət aləmində baş verənlərdən yekun xülasədən xəbərdar oldunuz. Bu həftəlik çatdıracaqlarımız da bu qədər. Maqazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin sponsoru Tural Avtoservis 023.